30 sentyabr 2025-ci il tarixdə Masallı şəhər Gənclər Evi Sosial Xidmət müəssisəsində ümumtəhsil məktəb şagirdləri tərəfindən yaşanan xoşagəlməz halların aradan qaldırılması mövzusunda məktəb direktorları ilə profilaktik görüş keçirilib. Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı rayon polis şöbəsinin rəisi Azay Ağayev, Lənkəran Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Elman Rızayev və məktəb direktorları iştirak ediblər. Tədbirdə çıxış edən Araz Əhmədov qeyd edib ki, məktəblər gələcəyin sağlam nəsil kimi formalaşmasında mühüm rol oynayır. Onun sözlərinə görə şagirdlərin təhlükəsizliyi və sağlam mühitdə təhsil alması üçün valideynlər və bütün aidiyyatı qurumlar məsuliyyət daşıyır. Daha sonra Azay Ağayev bildirib ki, son dövrlərdə məktəblilərin internet resurslarının mənfi təsirinə düşməsi, erkən nikah hallarının qarşısının alınması və intizam məsələləri diqqətdə saxlanılır. O, polis orqanları tərəfindən bu istiqamətdə profilaktik tədbirlərin davamlı aparıldığını vurğulayıb. Elman Rızayev isə çıxışında gələcəkdə xoşagəlməz halların qarşısının alınması üçün məktəblərin digər qurumlarla sıx əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdırıb. İştirakçılardan Boradigah qəsəbəsi İnqilab Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Məhbubə Şahbazova çıxış edərək tədbirin təşkil olunmasına görə minnətdarlığını bildirmiş və bu kimi tədbirlərin keçirilməsinin müsbət nəticələrə gətirib çıxaracağını vurğulamışdır. Sonda yenidən çıxış edən Araz Əhmədov vurğulayıb ki, məktəblərdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması, erkən nikah və narkomaniyaya qarşı mübarizə istiqamətində görülən tədbirlər davamlı xarakter daşımalıdır. O, bu cür görüşlərin təhsil prosesinə və gənclərin düzgün tərbiyəsinə müsbət təsir göstərəcəyini bildirib. Gəlin əlinə verək, sizin bu şərəfli, parlaq, gözəl, böyük işlərinizə kölgə düşməsin.